Dəyərli TV Müsavat izləyiciləri, bizi Facebook və YouTube üzərindən izləyən tamaşaçılarımız, xoş gördük sizi. Dəyərli izləyicilər, bugün 16 dekabr 2025-ci ildir və həftənin çərşənbə axşamı günüdür. Bəli, artıq dekabrı yarılamışıq, geridə qoymuşuq yarısını və əslində ilin sonuna da sayılı günlər qalıb. 2025-i belə demək mümkünsə yola salırıq, amma 2026-cı il bizə nə ilə, necə gələcək, hamımızın ən çox maraqlandığı məsələ budur. Müharibələr, fəlakətlər, qarşıda gələn çətinliklər, sağlamlıq problemləri və s. Bu ümumən qlobal məsələlərdir. Hər bir insan gələn ilin özü üçün necə keçəcəyi ilə bağlı suallar verərkən özünə, ümumiyyətlə, bəşəriyyətə, amma eyni zamanda dünyanın gündəmi də hər zaman olduğu kimi qaynardır. Və bizim üçün belə məqamlarda ən çox bu istiqamətdə demək, öz rəyləri ilə, öz proqnozları ilə cəmiyyətin diqqətini çəkən şəxslərin verdiyi proqnozlar önəm daşıyır. Bunlardan biri də təbii ki, ekstrasens Zirəddin Rızayevdir ki, kliniki psixoloq və ezoterik ekstrasens Zirəddin bəy hər zaman ilin həm müxtəlif dönəmlərində, müharibələr ərəfəsində, belə deyək də, çətin dönəmlərdə və yaxud da ki, bir gözləntimiz olan ərəfədə öz proqnozları ilə baş verəcək hadisələrlə bağlı verdiyi proqnozlarla diqqəti cəlb edir. Bu dəfədə TV Müsavatın qonağıdır və biz ondan 2026-cı ilin necə keçəcəyini, qarşıda bizi gözləyən dönəmdə hansı yeniliklərin olacağını və proqnozları öyrənməyə çalışacağıq. Hər birinizdən verilişimizi bəyənib paylaşmanızı, kanalımıza isə abunə olmanızı rica edirəm və aktiv olun lütfən. Biz isə müsahibəmizə başlayırıq. Diqqətlə dinləyin, dəyərli izləyicilər. Zirəddin bəy, xoş gördük sizi. TV Müsavatın efirində. Hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir. Əvvəla təşəkkür edirəm məni bu gözəl televiziya dəvət etdiyiniz üçün. Sizə uğurlu yayımlar arzulayıram. Çox təşəkkür edirəm, minnətdaram. Zirəddin bəy, gerçəkdən də biz 2025-i çox belə qalmaqallarla dolu, gərginliklərlə dolu bir il kimi xatırlayırıq. Azərbaycan adına da, elə dünya adına da çox gərgin keçdi. Siz siyasi prosesləri çox yaxşı izləyən birisiniz. Və indi hamımızın gözü diqqəti 2026-cı ildədir. İnsan ümid etməyi sevir və ona elə gəlir ki, təqvim dəyişəndə hər şey yenilənəcək və gözəlləşəcək. Mən isə ümumi olaraq bir sual vermək istəyirəm. 2026-cı il bizə müharibələr, təbii fəlakətlər və yaxud da ki, böyük çətinliklər və gərginliklərlə mi gəlir? 2026-cı ili ümumi olaraq necə xarakterizə etmək olar? Mən bu yaxınlarda radiolardan birində qonaq oldum, Rusiyanın. Orada da bunu dedim. İndi sizin efirdə bunu təkrarlayıram. 2026-cı il hiləgər ildir. Avantürist ildir. Bəli, böyük savaşlar olmasa da, tam əksinə, müəyyən qədər o müharibə qığılcımlarının, müharibə olan nöqtələrdə bir sakitçilik, bir firavanlıq olsa belə 2026-cı il 2027-ci ildə baş verəcək müharibələrin fundamenti qoyulacaq bir ildir. 2026-cı il siyasətçilərin ilidir, hiləgərlərin ilidir, sənətçilərin ilidir, həssas ildir, həddindən artıq həssas ildir və həddindən artıq hiləgər ildir. Ümumiyyətlə, böyük müharibələrin, böyük bir fəlakətlərin baş verəcəyini 2026-cı ildə görməsəm də, amma yenə deyirəm, 2026-cı il, 27-ci ildə bünövrəsi qoyulacaq müharibələrin ilidir. Yəni, bu il sakit görünməyinə baxmayaraq, müharibələrin fundamenti qoyulacaq bir ildir. Amma ümumilikdə təbii fəlakətlərlə bağlı 2026-cı ildə şərq ölkələri üçün təhlükəli illərdir. Ələxüsusda buraya zəlzələlər daxildir. Zəlzələ, vulkanlar da o cümlədən. Mən bunu həmişədən demişəm və bildiyiniz qədər son illər vulkanların həddindən çox aktivləşdiyi illərdir. Amma Azərbaycanımızla bağlı, vətənimizlə bağlı 2026-cı ildə böyük fəlakətlər, böyük zəlzələlər olmamalıdır. Bəli, mən ümumilikdə 2026-cı illə bağlı proqnoz vermək istəmirdim. Çünki öz Telegram kanalımda həmişə paylaşıram və bu ili də demişəm. Amma ilin yaz-payız ayları Azərbaycan üçün təbii fəlakətlərin olma ehtimalı var. Yenə də təkrarlayıram, bu böyük fəlakətlərə Kahramanmaraş kimi və digər İraqda, Suriyada baş verən fəlakətlər kimi olmamalıdır. Amma yaz-payız ayları Azərbaycan üçün aktiv vaxtlardır. Bundan başqa
2026-cı il Azərbaycan üçün geopolitik nöqteyi nəzərindən uğurlu ildir. Amma yenə deyirəm, 2027-ci il daha çox uğursuz ildir, nəinki 2026-cı il. Bu il hiləgər ildir, bu il avantürist xarakterə malikdir. Baxmayaraq ki, at ümumiyyətlə gözəl heyvandır. Həmişə dinlərdə belə, etnik mədəniyyətlərdə belə atı həmişə müsbət, gözəl bir varlıq kimi biz qəbul eləmişik. Hələ Azərbaycanda belə bir söz var, kişinin atı, bir də papağı, iti. Yəni bu heyvanlar bizim üçün çox önəmlidir. Türk milləti üçün ələxüsus bu qeyrət, namus, kişilik simvoludur. Amma təəssüf ki, ilin xarakteri hiləgər, avantürist ildir və bu il yalnız həddindən artıq çox bilmiş insanlar, hiləgər insanlar, siyasətçilər qazanacaqdır. Bu il oyaq olmaq lazımdır, bu il avam olmamaq lazımdır, bu il yatmamaq lazımdır, bu il ağıllı insanları sevir, qoy belə deyim. Nə gözəl, nə gözəl. Bu çox gözəl və dəyərli məsləhətlərdir. Hamımız əməl eləyək. Çünki dünya gerçəkdə deyəsən hiləgərlərin dünyası olmağa doğru gedir. Nə qədər çox sadələf olacaqsansa, o qədər də uduzacaqsan. Azərəddin bəy, bir məqam soruşmaq istəyirəm. Bax, bütün dünyanın gözü, diqqəti hal-hazırda Rusiya-Ukrayna müharibəsindədir. Yəni görünən odur ki, Trampın cəhdləri, Putinin həmlələri, Zelenskinin müəyyən manevrləri ilə müharibə bitəcək kimi görünür. Amma bu yenə də görünür. Proqnozlar nə deyir? 2026-cı il Rusiya-Ukrayna müharibəsinin bitiş ilidir, yoxsa yenə alovlanaraq davam edəcək? Mən bunu əvvəllər də demişdim və bildiyiniz qədər Azərbaycanda başqa YouTube kanallarda əməkdar jurnalistlərdən birinin verilişində mən bunu demişdim ki, 2022-ci il müharibə ilidir və bu belə də oldu. Amma hal-hazırda müharibənin bitəcəyi tarix bəlli olubdur. Bu kadr arxası danışıqlarda həyata keçirilibdir. Sadəcə olaraq biz tez-tez baxanda görürük ki, Amerika daha çox müharibənin dayandırılması, sülh müqaviləsinin bağlanması, razılıqların əldə olunmasının tərəfdarıdır. Amma Avropa bir qədər başqa siyasi mövqedə dayanmışdır və heç cür Trumpın xarici siyasəti ilə Avropa razılaşa bilmir, daha çox müharibə tərəfdarıdır Avropa və buna görə də uzanır. Amma ümumilikdə 2026-cı il demək olar ki, müharibənin dayanmağı deyəndə bilirsiniz necədir? Ukrayna-Rusiya müharibəsi 2026-cı ildə atəşkəs olmalıdır. Amma bu razılıqların əldə olunması, müəyyən qədər hansısa bir nöqtədə gəlib birləşib razılıq əldə eləməkləri bu illər çəkəcəkdir Sevinç xanım. Çünki yenə deyirəm, bu asan bir məsələ deyil. O illərlə yığılıb qalan bir problemləri bir ilin içində həll eləmək bu məntiqi deyil, mümkün deyil. Amma 2026-cı il müharibələr artıq atəşkəs olmalıdır. Atəşkəs olmalıdır, bunu mən görürəm. Amma 2025-ci il artıq bilinir. Yəni kadr arxası bunu açıq məlumat olmasa da mən bir görücü kimi sizə deyirəm ki, 2025-ci ildə artıq Ukrayna-Rusiya qarşıdurmasının taleyi danışılıb, həll olunubdur. Bunu mən görücü kimi görürəm, buna əminəm. Nə gözəl, nə gözəl. Və təbii ki, biz özümüzlə də maraqlanırıq, heç şübhəsiz ki, və Ermənistanla sülh müqaviləsi məsələsi, bir çox məsələlərin Zəngəzur dəhlizi ilə bağlı gözləntilər, hətta maraqlıdır ki, Paşinyanın taleyi də bizim üçün maraqlıdır. Çünki Paşinyanla bir yola çıxmışıq. 2026-cı ildə keçiriləcək seçkilərdə onun taleyi də bizi maraqlandırır. Sizin fikrinizcə nə baş verəcək bu istiqamətdə Azərbaycan adına və təbii ki, Ermənistan baş naziri Paşinyan adına? Mən bir şeyi vurğulamağı yadımdan çıxdı. Bu sualınızı unutmadan başqa sualın cavabını verim. Demək, mən bunu başqa müsahibələrimdə də demişdim. Qərb bildiyiniz qədər şərqdə xarici siyasəti, bu müharibələr, müəyyən qədər hərbi əməliyyatlar, İraq, Suriya, Əfqanistan və başqa ölkələrdə, Liviyada, Livanda törətdikləri o hərbi əməliyyatlar artıq şərqdən keçmiş post-sovet məkanlarına gəlir və son 15-20 ildə şərqdə baş verənlər artıq
bizim regionlarda baş verəcəkdir. Yəni Rusiya və onun ətrafında cərəyan edəcəkdir. Bunu mən görürəm. Amma sülh müqaviləsi ilə bağlı, bəli, onu da mən demişdim. İnternetdə bunu maraqlananlar axtarıb tapa bilərlər ki, Azərbaycan 2024-25-ci illərdə sülh müqaviləsi bağlamaq ehtimalı daha böyükdür, daha ehtimal olunandır və 2026-cı il yenə də təkrardan bunu əvvəl də təkrarladım ki, geopolitik baxımdan Azərbaycan üçün uğurludur. Yəni geopolitik dəyişkənlik nədir? Elə bura Zəngəzur koridoru daxildir və digər o qonşu dövlətlərlə bağlı geopolitik məqamlarda bizim prezidentimiz uğurlar əldə eləməlidir inşallah. Yəni uğurlu ildir. Yenə də deyirəm, Paşinyan adına nə gözləmək olar? Çünki onunla bərabər yola çıxmışıq və onun seçkilərdəki taleyi çox maraqlıdır. Rusiya onun üzərinə gəlir, hətta sui-qəsd ehtimalları belə var. Sizcə Paşinyan 2026-cı ildə necə çıxacaq? 2026-cı ildə seçkilər olmalıdır, yoxsa mən bu məqamı buraxmışam? Bəli, seçkilər olmalıdır, baş nazir seçkiləri Paşinyan üçün. Paşinyan indidən ona hazırlaşır və demək, qalibiyyət şansı nə qədərdir, müzakirə mövzusudur. Yeni bir baş nazir gələrsə, biz onunla yenidən hər şeyi sıfırdan mı başlayacaq? Ona görə bizə maraqlıdır onun taleyi, siyasi taleyi. Bilirsiniz necədir? O futbol komandası kimi, komandada kim oynayır oynasın o futbolu, əsas odur ki, eyni komandanın adına oynamalıdır həmin futbolu. Və bugün Ermənistanda da Qərbin xarici siyasəti öz rolunu göstərir. O cümlədən onlarda o məşhur oliqarxlardan biri var idi, Karapetyan. Onun həbs olunması, kilsə qarşı durmaları, Paşinyanın müəyyən qədər o mövqeyi ziddiyyəti təşkil edirdi. Daxildə də bir çaxnaşma var idi, amma nəticədə Paşinyan deyən oldu və Paşinyan da həmişə Qərb deyəni deyir. Ona görə Paşinyan getsə belə, buna baxmayaraq yenə də Paşinyan kimi qərb yönümlü dövlət siyasi xadimləri öz mövqeyində duracaqlar və Azərbaycan üçün də heç bir təhlükə olmayacaqdır. Sadəcə olaraq 2026-cı ildə Paşinyan üçün uğurlu ildir. Amma 2026-cı il seçkilərindən sonra Paşinyanın əldə etdiyi uğurlardan sonra onun gələcək taleyinin necə olması sual altındadır. Bu da Azərbaycana bunun heç bir mənfi və ya müsbət təsiri yoxdur. Sadəcə olaraq bir şey deyə bilərəm ki, Paşinyanın həyatı faciə ilə nəticələnəcəkdir. Yəni onun taleyi o qədər də uğurlu olmayacaqdır. Yəni bu adətən Saakashviliyə aid olan o gələcək Saakashvilinin həyatında baş verənlər elə Zelenskinin də, elə Paşinyanın da həyatında baş verəcəkdir. Yəni həbs kimi insanlar yoxsa çünki Saakashvilinin taleyi hal-hazırda həbsxana divarları arasındadır. Paşinyana sui-qəsd edilməsi ehtimalı var, amma qorumaları da çox güclüdür, yəni mühafizəsi güclüdür. Yəni faciə deyərkən necə bir taleyi görürsüz onlar üçün? Sürgünlər, həbslər, şəxsi mülkünün iade olunması, əlindən alınması və s. Bu şeylər Paşinyanla Zelenskinin taleyində cərəyan edəcəkdir və onların taleyi o qədər də uğurla nəticələnməyəcəkdir. Bilirsiniz necədir? Biri var ki, vəzifə adamı olur, rəhbər olur, prezident olur, nazir olur, amma vəzifəni tərk edəndən sonra öz pasiv həyat tərzini sürürlər. Yəni vəzifədə olmasalar da ömürlərini, günlərini evində, ailə, uşaq bu kimi şeylərlə sərf edir. Sevimli hobbiləri ilə məşğul olurlar, amma bu kimi firavan həyat nə Zelenskinin, nə Paşinyanın həyatında cərəyan etməyəcəkdir. Amma Paşinyan 2026-da uğurlar əldə eləməlidir və Paşinyanın yerinə başqa kim gəlir, gəlsin, o Azərbaycana zərərli hakim olmayacaq. Aydın.
olmayacaq. Zirədin bəy, bizim ən çox hal-hazırda maraqlandığımız Azərbaycanda ictimaiyyətdəki mövzulardan biri şübhəsiz ki, Ramiz Mehdiyev mövzusudur. Hal-hazırda Prezident Administrasiyasının eks-rəhbəri ev dustaqlığındadır. Bugün Abbas Abbasov axtarışa verilib, Əli Kərimli həbsdədir, bəzi siyasətçilər istintaqa çağırılırlar. Bu proseslərlə bağlı nələr görürsünüz? 2026-cı il böyük səs-küylü həbslərin ili mi olacaq? Ramiz Mehdiyev bu prosesdən necə çıxacaq? Kifayət qədər yaşı var. Sizin fikrinizcə həbs müddəti uzadılacaqmı? Ümumiyyətlə, nə görürsünüz bu böyük Ramiz Mehdiyev işi ilə bağlı? Ümumiyyətlə, bunun haqqında da demişdim, yenə də təkrarlayıram. Ramiz Mehdiyevin arxasınca daha iki tanınmış siyasi xadim Ramiz Mehdiyevin həyatını, taleyini yaşayacaqdır. Amma Ramiz Mehdiyevin hal-hazırdakı durumunda yeganə əlində olan pozer deyək bunu, bu el sözündən, rus sözündən, onun yaşıdır. Yaşıdır, müəyyən qədər Alzheimer xəstəliyi var. Mən heç nəyi xatırlamıram, heç nə yadıma gəlmir. Bu kimi şeylərlə bağlıdır. Amma təbii ki, o onun həm karyerasında, həm ömür yolunun sonudur. Yəni, onun arxasınca da iki böyük tanınmış siyasi xadim Ramiz Mehdiyevin arxasınca gedəcəkdir. Yəni, onun yaşadığı taleyi, uğursuzluqları yaşayacaqdır. Amma 2026-cı ildə bilirsiniz necədir? Bunu mən desəm ki, 2026-cı ildə yenə Azərbaycanda həbslər olacaqdır. Bu biraz abstrakt kəhanət olacaqdır ki, hər il kimlərisə tuturlar, hər il kimlərsə cinayətə cəlb olunur. Bu təkcə Azərbaycanda deyil, Rusiyada da, Türkiyədə də və s. ölkələrdə təkrarlanır. Amma Ramiz Mehdiyev işində iki nəfərin bu işlə bağlı daha çox, iki tanınmış simanın həbs olunacağını mən görürəm. Bu baş verəcək. Yəni, bu şəxslərin vəzifədə, hazırki vəzifəlilər olduğunu mu təxmin edirsiniz, yoxsa sadəcə tanınmış siyasətçilərdir? Yəni, konkretləşdirə bilirikmi bu məqamda? Ki, yəni, hazırda vəzifədə mi təmsil olunurlar? Biri vəzifə adamıdır, biri ola bilsin ki, vəzifə ictimai vəzifədir. Yəni, konkret olaraq onun digər siyasi rəsmilər kimi vəzifəsi olmasa da, amma müəyyən qədər vəzifə sahibidir. Ya ictimai xadimdir, ya hansısa ictimai birliyi var. Bu kimi məqamda olan bir adamdır. Amma iki nəfər Ramiz Mehdiyevin arxasınca gedəcəkdir. Biri hal-hazırda vəzifədə olan adamlardan biridir. Zirədin bəy, müxalifət cəbhəsində bu prosesin oraya da sıçrayacağı, davam edəcəyi gözlənir. Daha dəqiqsə artıq biri AXCP sədri həbsdədir. Amma indi istintaqa ifadə verənlər də var müxalifət nümayəndələri arasında. Bu həbslər arasında müxalifət partiyalarının rəhbərlərindən kimin həbs olunacağını görürsünüz? Çox maraqlıdır ki, elə bir həbs olunacaq müxalifətdən ikinci bir adam olmamalıdır. Ola bilsin ki, adına cinayət açılsın, ola bilsin ki, kiminsə yenə müvəqqəti olaraq cinayətə cəlb olunsun, dindirilsin, həbs olunsun, amma qısa bir müddətdə buraxılsın. Bu hallar ola bilər, amma elə bir şey görmürəm. Əslində qalsa, Əli Kərimli ilə bağlı da onun həbsi də biraz mənə şok yaşatdı, doğrusu desəm. Çünki o adamın həm rus dilində danışa bilməməsi, həmişə Rusiya əleyhinə çıxışları biraz məndə təəccüb doğurdu. Amma elə bir ikinci bir adamın həbs olunacağını görmürəm. Ola bilsin ki, hansısa o jurnalist mi deyim, hansısa bloger mi deyim, müxalifətdə olan adamlar cinayətə cəlb olunsun. Amma belə Əli Kərimli çəkisində olan bir siyasi xadimin həbs olunacağı ehtimalını görmürəm. Əli Kərimlinin həbsini nə qədər görürsünüz? Bəs yəni qısa müddətlidir, yəni ilkin istintaq dövründən sonra azadlığa mı buraxılacaq sizcə, yoxsa daha uzun müddətli bir həbs mi gözləyir AXCP sədrini? Çox maraqlı ki, Səniz xanım, bu sualla bağlı çalışmamışam mən, amma belə deyəndə ilk öncədən siz deyəndə mənə iki rəqəmi gəldi. 2 ayımı, 2 ilmi davam edə bilər, amma uzun müddətli həbsini onun görmürəm, deyir.
2026-cı il insanımız üçün həm də maddi durum baxımından çox önəmlidir. Devalvasiya olacaqmı, bahalaşma olacaqmı, qıtlıq olacaqmı? Çünki bunlar bir insanın həyatındakı çox önəmli atributlardır. Yəni həyatı, maddi durumu necə keçəcək? 2026-cı ildə bahalaşma, qıtlıq və yaxud da devalvasiya gözlənilirmi Zirəddin bəy? Ümumiyyətlə 2026-cı il, nəinki 2026-cı il, dünyada bir xaos yaşanır və həmişə mənə sual verəndə mən bunu həmişə deyirəm, hər kəsə deyirəm ki, Türkün bir sözü var, deyir, qarnın harda doyur, ora sənin vətənindir. Mən bu sözü Türkiyədə çox eşitdim, amma bəzən görsən deyir ki, o öz vətənində belə ac qalanda vətən sənə qürbət gəlir. Belə bir ifadələr, atalar sözləri də var. Müəyyən qədər bundan tam razı deyiləm mən. Amma ümumilikdə biz bugün bütün dünyanı nəzərə alanda dünyanın heç bir yerində daxili siyasətdə bir əmin-əmanlıq, bir xalqın razılığını görmürəm. Avropa ölkəsi olsun belə bu rahatçılığı görə bilmirəm. Çünki mən İsraildə də oldum, Ərəb Əmirliklərində də oldum, Türkiyədə də olmuşam, hətta Hindistanda belə olmuşam. Və o daxildə baş verən o xalqın, kasıbların çəkdiyi əziyyətləri, o iqtisadi problemləri mən görmüşəm. Və bu Rusiyanın özündə də belədir. Yəni Moskvadan kənara çıxanda görürsünüz ki, cəmaət necə yaşayır. Elə Azərbaycanda, elə Türkiyədə hər yer bu vəziyyətdədir. Ona görə də 2026-cı il bəli, qiymətlərdə qalxışlar olacaqdır, müəyyən qədər krizislər olacaqdır, amma belə krizis ili desəm, aclıq, qıtlıq ili desəm yalan olardı. Xeyr, xeyr. Əksinə qalsa 2026-cı ildə əgər Rusiya, Ukrayna hərbi konfliktində biraz durulsaydı bu bulanlıq sular, ümumiyyətlə iqtisadiyyatda tam əksinə rahatçılıq olmalıdır. Bəli, Rusiyanın özündə bu vergilər qalxır, müəyyən qədər şərtlər çətinləşdirilir. Amma bildiyiniz qədər digər hegemon dövlətlər kimi, Çin kimi, Amerika kimi, Rusiyada öz qonşu dövlətlərin iqtisadi, siyasi həyatında böyük rol oynayan hegemonlardan biridir. Və hətta Türkiyə belə Rusiyanın iqtisadi, kənd təsərrüfatı və s. kimi, tikinti, inşaat kimi məqamlarda Rusiyadan bir bağlılıqları vardır. Və Rusiyada təbii ki, müharibə dayansa, demək ki, digər ölkələrdə, qonşu dövlətlərdə də müəyyən qədər iqtisadi fərahlar, iqtisadi uğurlar əldə olunacaqdır. Amma ümumilikdə müəyyən qədər bahalaşmalar da olacaqdır, mən buna əminəm. Və maraqlıdır ki, Zirəddin bəy, indi dünyanı yeni koronavirus dalğası bürüyəcək kimi şayələr də yayılmaqdadır. Yəni biz bilirik ki, 2020-ci ilin yanvar-fevral aylarında başlanan, sonra pandemiya ilə bütün dünyanı qapadan bu qlobal bəla indi yenidən təkrarlanacaq ab-ı havası yaradılır. Doğrudanmı 2026-cı il, yəni fərqli koronavirus olmayacaq, amma bir başqa xəstəliklər fonunda yenidən qapadılma, yenidən infeksiya, yenidən bəla, pandemiya ilə qayıda bilər? Yoxsa bu bir sadəcə dezinformasiyadır? Burada ümumiyyətcə xeyr, dezinformasiya deyil. Bildiyiniz qədər mən heç vaxt sevməmişəm mən deyim, amma 2017-ci ildə Rusiya və Azərbaycan mətbuatında mən demişdim ki, payızda qorxulu virus meydana çıxacaqdır və insanlar hamısı maskalarda gəzəcəkdir. Və virus, payız, maska, bu 3 dənə açarı, kəhanət açarını mən təqdim eləmişdim mətbuata. Və belə də oldu. Amma ümumilikdə elə şeylər var ki, mən onu ictimai formada açıqlaya bilmirəm. Amma bəli, qoy belə deyim ki, kadr arxası qüvvələrin marağındadır. Dünyada bir nizam-intizam yaratsınlar, müəyyən qədər insanlarda sonsuzluq yaratsınlar, müəyyən qədər insan ömrünü kodlaşdırsınlar. Çünki vaksin ola bilər, amma o vaksinlərin hansısa bir formatda kodlaşdırılması məsələsi var ki, o da ki, müəyyən qüvvələrin marağındadır. Ona görə də qarşımızda gələn illər ərzində bir neçə virusların hökmranlığını görürəm. Yəni o viruslar insanlarda yenə xaos yaradacaqlar,
müəyyən qədər insanları çərçivədə saxlayacaqlar. Olacaqdır bu kimi şeylər. Biləsiniz. Mən bunu efirlərdə də demişdim. Bu haqda mənim yazdığım məqalə də var. Bildiyiniz qədər Saakashvili prezident seçildiyi vaxtlarda yadınıza gələr, öz qalstukunu yeyirdi kamera önündə. Və yaxud da ki, Rumıniyanın prezidenti canlı yayımda qələm oğurlamışdı. Merkelin canlı yayımda çəkilişdə kamera qabağında qəfildən əsməsi bu bizi həmişə heyrətləndirmişdir ki, bir dövlət başçısının bu formatda hərəkəti bu necə ola bilər? Yəni hansı xəstəlikdir? Parkinsondurmu, başqa bir xəstəliyimi var? Və bu gün Zelenski kimi bir prezidenti mənim ona tək Rusiyada yaşadığıma görə mənim ona neqativ münasibət bəsləmirəm, amma ümumilikdə bir aktyorun gəlib hakimiyyətə çıxmağı nə dərəcədə doğrudur, bu nə dərəcədə məntiqa uyğundur, bu da biraz sual altındadır. Bu kimi şeylər, bilirsiniz, o kadr qüvvəsi, kadr arxası qüvvələrin marağındadır. O müəyyən qədər prezidentlər seçiləndə onlara müəyyən qədər inyeksiyalar olunur. Onların dünya görüşü, psixikası dəyişilir, dünya görüşünü dəyişirlər, kodlaşdırırlar və bu da müəyyən qədər həmin prezidentlərdə, həmin insanlarda əks təsir göstərir. O da ki, kimi qalstukunu yeyir, kimi qələm oğruyur, kimi əsir. Bu kimi şeylər təsadüfi deyildir, bunu biləsiniz və viruslarda gələcəkdə bəli, meydana çıxacaqdır, olmalıdır. Zirəddin bəy, siz Zelenskidən danışdınız, amma Rusiyada yaşamağınıza baxmayaraq mən istəyirəm sizdən bir obyektiv, bir də proqnoz alım. Çünki Putinin həyatından bağlı da, eyni zamanda Amerikanın lideri demək Trumpın həyatından bağlı da çoxsaylı suallar var. Hər ikisinin səhhəti, məsələn Trumpın səhhətindən bağlı çoxsaylı informasiyalar dolaşır, kifayət qədər yaşı var və həkim müayinələrindən keçir hal-hazırda, ciddi həkim müayinələrindən və özünü idarə etmədə müəyyən çətinliklər yaşayır. Putinin sağlamlığından bağlı da xeyli suallar var. Sizin fikrinizcə 2026-cı il bu dünyanın iki lideri üçün necə keçəcək sağlamlıq baxımından, ömrün uzunluğu baxımından? Çox maraqlıdır ki, ümumiyyətlə bu insanlar yaşlı insanlardır və bunların haqqında ictimai formada hər hansı bir fikir söyləmək, sağlamlıqları haqqında proqnoz vermək düşünürəm ki, müəyyən qədər tərbiyəsizlik olardı. Amma ümumilikdə Putinin sağlamlığından bağlı və həmçinin Türkiyə prezidentinin sağlamlığından bağlı mən proqnoz vermişdim. Trumpın 2026-cı il üçün Trump sağlamlığına görə uğursuz il deyil. Amma onun bildiyiniz qədər canlı yayımda da o kadrlardan göstərmişlər. Əlinin üstündə bir qaralma baş vermişdi. Bəli. Və sağlamlığıyla bağlı ətrafda qərb mətbuatı, dünya mətbuatı yazmışdır. Amma 2026-cı ildə Trumpa elə bir uğursuzluq görmürəm. Amma Trumpın ümumilikdə ürək xəstəliyindən dünyasının dəyişməsi, infarkt və yaxud da insult olma ehtimalı daha böyükdür. Düzdür, bunun hal-hazırdakı dünya mətbuatı yazdığında mən dediklərim öz əksini tapmayıbdır. Amma o ürək və ya insult xəstəliyindən dünyasını dəyişə bilər. Amma 2026-cı il Trump üçün desəm ki, uğursuz yol olar, yalan olar. Amma qaldı ki, Vladimir Putinlə bağlı və Türkiyə prezidenti cənab Erdoğanla bağlı mən demişdim ki, 2025-26-cı illər Erdoğan öz sağlamlığına xüsusi diqqət yetirməlidir. 2026-27 Vladimir Putin öz sağlamlığına çox ciddi diqqət yetirməlidir. Bu illər bu hər iki prezident üçün o qədər də uğurlu illər deyildi. Zirəddin bəy, mən unutdum, əslində isə girişdə soruşacaqdım onu. Bu ay bilirsiniz ki, dekabr ayıdır və ayın 26-sına qədər artıq Rusiyanın bizim təyyarəmizə ötən il vurmasının ildönümü olacaq, ayın 26-sında, 27-sində və bu vaxta qədər, o ərəfəyə qədər artıq Qazaxıstan da ekspertizanın nəticələrini təyin etməli və açıqlamalıdır. Sizin fikrinizcə, bax və sizin öncə görmələrinizə görə nə baş verir hal-hazırda, proqnozlarınız, sizin təxminləriniz nə deyir? Rusiya-Azərbaycan arasındakı münasibətlər 2025 çox gərgin keçdi, qarşılıqlı hücumlarla, yəni müharibə sahəsində yox, amma diaspora sahəsində biz buradakı Rus evini bağladıq və s. Yəni bu sahədə bir gərgin, soyuq bir müharibə şəraitində keçdi. 2026-ya bu gərginlik daşınacaqmı? Rusiya-Azərbaycan münasibətlərində nə gözləyirsiniz? Çünki bəzən bir də bir bənd olaraq qeyd edeyim bunu ki, bəzən də deyirlər ki, Rusiya
Ukrayna müharibəsini bitirəndən sonra üzünü Cənubi Qafqaza tutacaq ki, orada birinci sırada Azərbaycandır ki, onunla haqq hesab çürütmək üçün. Necə görürsünüz münasibətləri? Ümumiyyətlə bilirsiniz, Sevinç xanım, geopolitik dəyişkənlik olan bir məqamda hər hansı bir dövlətdə o müəyyən qədər konfliktlər baş verir. Elə Zəngəzur dəhlizini vurğuladır və digər xarici siyasətdə o münasibətlər vardır ki, hər hansı bir dəyişkənlik olanda kiminsə marağı, kimlərinsə marağı ilə üst-üstə düşməyəndə müəyyən qədər siz sadaladığınız hadisələr baş verir, hallar baş verir. Bəli. Və ona görə də müəyyən qədər bu Rusiya-Azərbaycan münasibətində o gərginliklərdə biraz tərinləmələr oldu. Daha doğrusu biraz anlaşdılar demək olar ki. Bəli. Amma ümumilikdə bu soyuq münasibətlər, soyuq çəkişmələr 2006-cı eləyəcəkdir. Amma mən sizə onu da deyim ki, mən açıqlamayacağam nə baş verəcəkdir. İyul aylarında Azərbaycanda ümumiyyətlə mətbuatı əhatə edən böyük bir siyasi hadisə baş verəcəkdir. Amma nə olacağını məndə qalsa daha yaxşıdır. Amma iyul ayları ümumiyyətlə Azərbaycanda bütün mətbuatı əhatə edən siyasi bir hadisə baş verəcəkdir. Siyasi hadisə deyil də, siyasətdə böyük rol oynayan birisi ilə bağlı belə bir hadisə baş verəcəkdir. Qoy belə deyim. Siyasi hadisə deyil də, siyasi xadimlərdən birinin taleyində baş verəcək böyük bir hadisə, böyük bir hadisə mətbuatı əhatə edəcəkdir. Mən bunu sizə deyim. Amma ümumilikdə Rusiya-Azərbaycan münasibətlərində gərginləşmə və yaxud da ki, yaxşılaşma belə bir şey görmürəm. Amma gərginlik də olmayacaq. Zəngəzur dəhlizini xatırlatdınız az öncə. 2026-cı il Zəngəzur dəhlizinin açılışı ilə ola bilərmi sizcə? İyul aylarında Zəngəzur dəhlizinin açılışı. Xeyr, mən gördüyüm tamam başqa bir şeydir. Yox, onu demirəm. Deyirəm, ümumən Zəngəzur dəhlizi ilə bağlı bir xatırlatmanı az öncə etdi. Zəngəzur dəhlizi, Azərbaycan-Ermənistan münasibətləri. Zəngəzur dəhlizi 2026-cı ildə açıla bilərmi? Ümumən soruşuram, yəni ay olaraq yox. 2026-27-ci illər, bəli, Zəngəzur dəhlizinin açılma ehtimalı çox böyükdür inşallah. Və ehtimal var ki, 2026-27-ci illərdə açılmalıdır. Xüsusən də ilin ikinci yarısı, yəni iyul, avqust, sentyabr bu aylar Zəngəzur dəhlizi üçün daha uğurlu aylardır. Aydındır. Mən çox belə pozitiv sizdən açıqlamalar aldım, sözün böyük mənasında. Çünki siz dedikcə də mən qeyd edirdim. Hiss olunur ki, 2026-cı il ən azı sizin görməyinizlə, sizin baxışınızla bizim üçün ciddi problemlərlə yox, müəyyən məsələlər, müəyyən gərginliklər, amma eyni zamanda firavanlıqla keçəcək. Ümid etmək istədiyimiz də odur. İnşallah ki, hər şey yaxşı olacaq deyirəm. Və Azərbaycan xalqına, Azərbaycan tamaşaçılarına söyləmək istədiyiniz sonda bir mesajınız varsa, buyurun, zəhmət olmasa. Mən ümumiyyətlə, Sevinç xanım, sizə son arzularımı açıqlayım və çox xahiş edirəm, imkan daxilində bunu yayımlayasınız. Təbii ki. Bildiyiniz qədər mən ədəbiyyat qurğunuyam, Azərbaycanın ümumiyyətlə o folkloruna bağlı bir insanam. Özüm qəzəllər yazıram, şeirlər yazıram. Mən Azərbaycana gəldim, Azərbaycanda kitablar almaq istədim. Yəni Xəmsə, Dəhnamə, Aşıq Ələsgər. Sizi inandırım Allaha ki, bu kimi kitabları mən heç bir yerdən tapa bilmədim. Hətta girdim böyük kitabxanalardan birinə. Orada baxdım ki, daha çox xarici ədəbiyyatla bağlı kitablar satılır, kitablar dərc olunmur. Elektron kitabxanada mənə lazım olan, yenə deyirəm, Xəmsədir, Füzulidir, bu kimi kitabları, Nəsimidir, mən satışdan ala bilmədim. Aşıq Ələsgərin kitabı satılmır satışda. Dəhnaməni tapa bilmədim. Xəmsəni tapa bilmədim. Yəni, müəyyən qədər mən təklifim var ki, dövlətimiz bu elektron kitabxananı, heç olmasa elektron kitabxananı inkişaf elətdirərdi. Kitablar dərc olunardı. İstədiyimiz kitabları elektron kitabxanadan öz cihazlarımıza yükləyib oxuya bilərdik ki, bu kimi dəyərlərimiz itməsin, batmasın. Çünki bu kinislərdə satılan kitablardan başqa digər bu dərc olunan kitabları mən Azərbaycanda tapmadım. Biz artıq
30 ildir müstəqillikdəyik, müstəqillik əldə eləmişik, çox şükür torpaqlarımız qayıdıbdır, amma kitablar dərc olunmalıdır. Ən azından elektron kitabxana bu kimi kitablardan zənginləşdirilməlidir, bu kimi kitablarla bağlı. Şəmkirdə Aşıq Hüseyn Şəmkirli deyilən böyük bir el aşığı var, böyük bir sənətkar var ki, Aşıq Ələsgərlə bağlı da onun böyük həyatında rolu olmuşdur. Ən azından Aşıq Ələsgər qədər dahi bir insandır. Onun bugün kitablarını mən heç bir yerdən əldə edə bilmirəm. Aşıq Hüseyn Şəmkirli. Aşıq Ələsgər qədər böyük bir dahidir, böyük bir duhadır. Və bu kimi kitabları mən istəyərdim ki, xalqın da rolu olmalıdır. Təkcə Milli Elmlər Akademiyasının deyil, ədəbiyyatçılar, akademiklər deyil. Xalq da bu kimi kitabları müəyyən qədər təqdim eləməlidir. Elmlər Akademiyası bu kitablar itməsin. Bu kitablar dilimizdir, mədəniyyətimizdir, tariximizdir, ədəbiyyatımızdır. Bunu qoruyub saxlamalıyıq biz. Və xalqa nə arzu edə bilərəm? Birlik arzulayıram. Xalqa arzulayıram ki, həmişə milli mədəniyyətinə, dəyərlərinə, folkloruna, musiqilərinə, muğama, saza daha çox bağlı olsunlar. Estrada da gözəldir. Nə bilim, müəyyən musiqilər də gözəldir. Müəyyən şeir növləri, sərbəst şeirlər də gözəldir. Amma bizim Zəlmixan Yaqub demiş, o söz xəzinəmizi, ədəbi xəzinəmizi qoruyub saxlamaq lazımdır ki, millət itməsin, dilimiz itməsin. Bunu arzulayıram. Çox təşəkkür edirəm. Xoş mesaj üçün də gerçəkdən də çox əhəmiyyətli bir məqama toxundunuz. Ümid edirik ki, buna da lazımi müvafiq qurumlar diqqət yetirəcəklər. Bizə ayırdığınız vaxta görə və suallarımızı cavablandırdığınıza görə sizə dərin minnətdarlığımı bildirirəm. Çox sağ olun, təşəkkürlər. Çox sağ olun, arzulayıram. Sağ olun. Minnətdaram. Sağ olun. Bəli, dəyərli izləyicilər, Zirəddin bəy bizimlə canlı efirdə idi və çalışdıq ki, 2026-cı il necə keçəcək, ən azından Ekstrasensin baxışı ilə və onun görmələri ilə, öncə görmələri ilə necə keçəcək, onu sizin nəzərinizə çatdırım və biraz mənim aldığım enerji müsbət oldu. Ən azından Zirəddin bəy deyir ki, hər şey yaxşı olacaq. Ən azından bəzi münaqişələrin yekunlaşması, fəlakətlərsiz bir ilin olması, sülh sazişi ilə bağlı məsələlər, amma biraz da bəzi məsələlərdə də ehtiyatlı olmalıdır insanlarımız dedi. 2026-cı il bizə gözəl gəlsin, gözəl keçsin, sülh dolu, əmin-amanlıq dolu keçsin deyə ümid edirəm. Hələ var 2026-cı il, amma mən indidən diləklərimi, arzularımı çatdırsam, yəqin ki, heç kəs mənə buna görə irad bildirməz. Hər birinizə isə təşəkkür edirəm efirimizi izlədiyiniz üçün. Sonunda sizdən verilişimizi bəyənib paylaşmanızı, kanalımıza isə abunə olmanızı rica edirəm dəyərli izləyicilər. Görüşənə qədər.